Bir günlük xəlifə. Xəlifə Harun Ər-Rəşidin dövründə Bağdad şəhərində Əbülhəsən adlı bir gənc yaşayırdı. Çox xeyirxah və qonaqpərvər adamdı. Əbülhəsənin qəribə bir xasiyyəti vardı. Hərdən şəhər darvazasının qarşısına çıxar, şəhərə daxil olan qəribləri evinə dəvət edər, onları doyunca yedirib içizdirərdi. Bir gün libasını dəyişmiş Harun Ər-Rəşid öz qulu ilə birgə şəhərə daxil olur. O vaxt aşırı məmləkətini beləcə gəzər, ölkədə baş verənlərdən hali olardı. Əbülhəsən tacir qiyafəsində olan xəlifəni tanımayıb, onu evinə dəvət etdi. Bu qəribə təklif xəlifəni maraqlandırdı və o razılaşdı. Əbülhəsən qonaqları evinə gətirdi. Burada onlar ləziz təyamlardan yeyə-yeyə şirin söhbət etməyə başladılar. Ev sahibindən çox razı qalan Harun Ər-Rəşid üzünü ona tutub dedi: "Ey Əbülhəsən, mənə etdiyin hörmətdən çox məmnun qaldım. Amma istərdim ki, sən də məni xoş sözlərlə xatırlayasan. Buna görə də rica edirəm, mənə ən böyük arzunu söylə. Onu da bil ki, sənin istənilən arzunu yerinə yetirməyə imkanım çatar." Əbülhəsən dedi: "Ömrün uzun olsun, əziz qonağım. Mən sadə bir adamam. Amma indiki israr edirsən, deyim. Bizim şəhər bazarının bir darğası var. Hələ yer üzü onun kimi əzazil adam görməyib. Bütün bazar əhlinin gününü qara edib. Bax, mən də Allahdan bircə şey istəyirəm. Bircə gün Harun Ər-Rəşidin yerinə xəlifə olaydım. O darğanı tutturub 100 şallah vurdurardım ki, ağlı başına gəlsin." Bunu eşidən Harun Ər-Rəşid gizlicə Əbülhəsənin badəsinə yuxu dərmanı tökdü. Ev sahibi badədən bir qurtum içən kimi dərin yuxuya getdi. Xəlifənin əmri ilə onu saraya apardılar. Sarayda xəlifə hamını çağırıb əhvalatı danışdı və tapşırdı: "Sabah səhərdən özünüzü elə aparmalısınız ki, güya bu gənc Harun Ər-Rəşiddir." Səhər oğlan yuxudan oyanıb özünü sarayda, şahanə bir yataqda görüb mat qaldı. Elə bildi ki, hələ də yatır, yuxu görür. Amma ətrafdakı adamların, nökərlərin, kənizlərin ona "Ey qiblə-i aləm" deyə müraciət etdiyini eşidəndə fikirləşdi ki, Allah onun arzusunu eşidib. O, doğrudan da xəlifədir. Səhər yeməyindən sonra baş vəzir içəri girib Əbülhəsənin qarşısında təzim etdi. "Ey qiblə-i aləm, vəzirlər, vəkillər, əyanlar divanxanada toplaşıb sənin təşrif buyurmağını gözləyirlər." Əbülhəsən divanxanaya daxil olub, əsl xəlifə kimi şikayətlərə baxmağa, hökmlər çıxarmağa başladı. Sonra şəhər valisinə əmr etdi ki, darğanı tutub cəmaata zülm etdiyinə görə 100 şallah vurdursun. Bütün bu müddət ərzində Harun Ər-Rəşid gizlicə Əbülhəsənə göz qoyurdu. Artıq tamaşaya son qoymaq vaxtı idi. Xəlifənin əmri ilə yenə də Əbülhəsənin badəsinə yuxu dərmanı töküb yatırtdılar və öz evinə apardılar. Səhər yuxudan öz yatağında oyanan oğlan başına gələnlərin yuxu olduğunu düşündü.